İlk görüşümüzdür. Mən də səni tanımaq istəyirəm. Zəhmət olmasa biraz özün haqqında danışardın da. İlk görüşdən bu haqda danışmaq istəmirdim. Amma mən çox kasıb ailədənəm. Yəni nə olsun, kasıbsan? Burada nə var ki? Yox, mən zır kasıbım. Bir şey ki, mən gözümü açandan atamın maşını bana olmayıb. Yəni üstü olmayıb. Maşın üstü olmayıb. Hətta bizim pulumuz yox idi bir dənə kurtka almağa qışda. Ona görə biz Taylandda, Dubaya uçurduq ki, ölməyək. Sən kurtquz olmayıb Taylandda tutmusunuz. Bitdim. Sən düşün ki, bu həyatda hər şeyi özüm həll eləməyə çalışıram. Çünki ailə mənə kömək eləmir. Sən düşün ki, mən 50 min dollar istədim onlara ki, mən öz biznesimi açım. Səncə onlar neynədir? Sən Allah neyiniblər? Özün də şok olacaqsın. Götürüblər mənim kartıma 500 min manat atıblar. Səncə bu düzgündür? Mən dollar istəmişdim. Bunlar mənə heç kömək eləmir. Ona görə ancaq özüm. O 500 min manat sənə lazımdırsa, ver mən qəşəng bir 5 dənə villa tikdirərəm. Problem deyil. Sən də onlardansan. Kimlərdən? Mən ancaq pulumda gözü olanlardan. Sən pulun var ya, bayaqdan 500 min dollar axtarırdın, sənə 500 min atıblar. Düz deyirsən, kasıbam. Sağ ol, sən kasıbsan. Gəl həyatım. Gəl gedək. Sən maşının üstü var. 500 min hardadır? Üstü var maşının. Hə, var.